Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Bugün qaldığımız yerdən isbat məsələlərini izah eləyəcəm inşallah. 16-cı sualda belə bir şəkil veribdi və deyir ki, r bölək r1 bərabərdir 3 olduğunu isbat eləyin. Əvvəlcə o1-dən və c-dən keçən düz xətt çəkirəm. Bu düz xətt tənbələn olacaqdır. Çevrənin xaricinə götürülmüş nöqtədən 2 dənə toxunan çəkilibsə, bunlar toxunandır. Hər ikisinə çəkilibdir bu toxunan. CA, CB və CA-nın toxunanları. Bu toxunanların kəsişmə nöqtəsindən mərkəzə qədər olan xətt tənböləndir. Yəni bucağı yarıya bölür. Bərabər tərəfi üçbucaq olduğuna görə hərəsi 30-30 dərəcə düşəcəkdir. Bura 90 dərəcə. Biz bilirik ki, radius toxunma nöqtəsinə perpendikulyardır. Və o zaman 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Onda hipotenuz bura. Buradan bura qədər məsafə. Yəni belə yazaq da, O1C məsafəsi 2R1-ə bərabərdir. Balaca üçbucaq üçün bura yazıram 2R1. Eyni proses böyük üçbucaqda da baş verəcəkdir. Böyük üçbucaqda buranı hər hansı bir H hərfi ilə işarə eləsək, 30 dərəcəli bucaq qarşısındakı OH deməli OC-nin yarısına bərabərdir. Yəni 2-də 1 OC yarısına bərabərdir. Onda OC bərabərdir 2R-ə. Böyük bucaqda böyük dairənin, çevrənin radiusu isə balaca R ilə işarə olunubdur. Aha. Deməli buradan bura qədər olan məsafə 2R-ə bərabərdir. Deməli uşaqlar 2R ümumi 2R bərabərdir R üstə gələk balaca R1 R üstə gələk balaca R1 üstə gələk buradan bu tərəfə olan məsafəsi 2R1. Buradan deməli R-ləri bir tərəfə keçirsəm R bərabər olacaq 3R1-ə. Yəni R-in R1-ə nisbəti bərabərdir 3-ə. İndi siz bunu sözlərlə yazsaz, orada daha geniş yazsaz, daha yaxşı bal verərlər. Ümumilikdə teorem isbat olundu. Keçək 17-ci suala. Mərkəzi O olan çevrədə CA toxunanı çəkilmişdir. AB AC bərabərdir. Yəni bu bərabər yanlı üçbucaqdır. İsbat edin ki, DC çevrənin radiusu DC parçasına bərabərdir. Uşaqlar, buradan bir dənə köməkçi xətt çəkək, radius çəkək. Bura R-dir, onda burada R olur. Yaranan üçbucaq bərabər yanlı üçbucaqdır. Üçbucağın xarici bucağına görə, yəni bucaq AOC, bu bucaq, xarici bucaq, ona qonşu olmayan daxili bucaqların cəminə bərabərdir. Yəni 2 alfaya bərabərdir. Burada 2 alfadır. Ümumilikdə ABC üçbucağı da bərabər yanlı olduğuna görə, onda bucaq C-də alfaya bərabərdir. Burada alfaya bərabərdir. Deməli, sonra radius toxunma nöqtəsinə perpendikulyardır. 2 alfa üstə gələk alfa, onda 90 dərəcəyə bərabər olur. Buradan da 3 alfa bərabərdir 90 dərəcə. Alfa da bərabərdir 30 dərəcə. Alfanı silib, əvəzinə 30 yaza bilirəm. 30. O zaman 30-un qarşısında duran katet, yəni R, hipotenuzun yarısına bərabər olur. Hipotenuzun yarısına bərabər olur. Yəni AC-nin yarısına bərabər olur. AC bölək 2-yə. Daha doğrusu hipotenuzumuz OC-dir. Olacaqdır OC bölək 2. Yəni OC 2-dən radiusda bərabərdir. Bura radiusda olduğu yerdə, zaman burada radiusda olacaqdır. Bizdən də onu soruşurdu. DC-nin radiusda bərabər olduğunu tapın. DC bərabərdir R-ə. Teorem isbat olundu. 18-ci suala baxaq. 18-ci sualda ABC bərabər tərəfli üçbucaqdır.
uşaq bərabər tərəfi 3 bucaqdırsa, onda bütün bucaqları 60 dərəcədir. Bunu yazaq bəri başdan, qalsın burada. Və bu qövslərin bərabər olduğunu isbat etməliyik. Deməli, bir dənə köməkçi xətt çəkək. Buradan belə bir xətt çəkək. Biz bilirik ki, diametrə söykənən daxilə çəkilmiş bucaq, yəni bucaq AYC 90 dərəcəyə bərabərdir. Əgər 90 dərəcədirsə, o zaman bura neçə dərəcə düşəcəkdir? 30 dərəcə düşəcək. 30-un qarşısında duran YC qövsü bərabərdir 60 dərəcə olacaq. Burası 60 dərəcədir. İndi bunu silək. Eyni proses bunu xətti silsək, eyni proses burada da baş verər. Bunu birləşdirsək belə, bura 90 dərəcə olacaq, bura 60 dərəcədir, onda bura 30 dərəcə olacaq, 30-un qarşısında duran 60 dərəcə. Deməli, AD qövsü də bərabərdir 60 dərəcə olur. AD qövsü, üstə gələk DY qövsü, üstə gələk YC qövsü bir yerdə 180 dərəcəni verir. Çünki diametrdir də AC. Deməli, 60 üstə gələk DY bərabərdir 180-də. Buradan da DY bərabərdir 60 dərəcəyə. Demək ki, hamısı bir-birinə bərabər oldu və hamısı da 60 dərəcə oldu. Teorem isbat olundu. Keçək 19-cu suala baxaq. Belə bir şəkil veribdir. Deyir ki, diametrlərdir. Diametrlərin digər uc nöqtələri və çevrələrin kəşfmə nöqtəsi bir düz xətt üzərindədir. Digər uc nöqtələri, yəni C ilə D və çevrələrin kəşfmə nöqtəsi B nöqtəsi bir düz xətt üzərində olduğunu isbat etməliyik. Uşaq, neyiniyik? Bir dənə buradan bir xətt çəkək. Biz bayaqların demişdik ki, qaydamız var ki bizim. Deməli, ABC bucağı diametrə söykənən daxilə seçilmiş bucaqdır. Diametrə söykənən daxilə böyük bucaq üçün. Diametrə söykənən daxilə çəkilmiş bucaq 90 dərəcədir. Bunu sözlərlə yazsanız daha qəşəng olar. Eyni zamanda eyni proses burada da baş verir. Bu bucaq ABD bucağı diametrə söykənən daxilə çəkilmiş bucaqdır. 90 dərəcədir. Bu ikisinin cəmi, yəni bucaq CBA üstə gələk bucaq ABD bərabərdir 180 dərəcə olduğuna görə bunlar qonşu bucaqlardılar. Qonşu bucaqlardırsa, demək ki, bunlar bir düz xəttin üzərində yerləşiblər. Teorem isbat olundu. 20-ci suala baxaq. 20-ci sualda nə deyir bizə? Belə bir şey veribdir. Bizə deyir ki, buna medianlardır. AA1-dir, BB1-dir və CC1 medianlarıdır. Bu üçbucağın keçən çevrənin radiusu. Bu çevrənin radiusu üçbucağın xaricinə çəkilmiş çevrənin radiusundan 2 dəfə kiçik olduğunu isbat etməliyik. İsbat eləyək. Demək, uşaqlar, nə edək? Bu medianların kəşfmə nöqtəsidir. Yəni, bu medianlardır daha doğrusu. Medianların AB ilə kəşfdiyi nöqtəni, AB tərəfi ilə CA1-in AB-ni kəşfdiyi nöqtəni C1, A1 və B1. Bunları birləşdirək. Birləşdirdikdən sonra üçbucaq yaranır burada. O üçbucağı kənara çəkim. Bax, böyük üçbucaqdır. Tərəfləri A olsun, B olsun, C olsun. Onların, deməli, medianların birləşmə nöqtəsində medianların bu kəsdiyi nöqtələri bunları birləşdirsək, bu üçbucağın tərəfi bu C-nin yarısına bərabər olur, bu A-nın yarısına bərabər olur, bu da B-nin yarısına bərabər olur. Deməli, uşaqlar, burada çəkilən A1, B1, C1 üçbucağının xaricinə çəkilib həmin o çevrə. Xaricinə çəkilibdir. Və həmin üçbucaq, yəni xaricinə çəkilmiş çevrənin radiusunu yazaq da, R nəyə bərabər olur? A, B, C bölək 4 isə.
O da bərabərdir. A-nın əvəzində A bölü 2-dir. B-nin əvəzində B bölü 2-dir. C-nin əvəzində C bölü 2-dir. Aşağıda 4S var. O da bərabərdir. Olur A, B, C bölək 8 burada, 4 də burada. 32S. Bu çevrənin radiusudur. Bu çevrənin radiusudur. Balaca çevrənin radiusu. ABC bölək 32S-dir. Bəs S nədir? Hansı üçbucağın sahəsidir? Bunu S1 yazaq fərqləndirmək üçün. Bu balaca üçbucağın sahəsidir də. Eyni zamanda burada yaranan balaca üçbucaq böyük üçbucağa oxşardır. Oxşar olduğuna görə onların sahələri nisbəti, yəni balaca üçbucağın sahəsi böyük üçbucağın sahəsindən 4 dəfə balacadır. Çünki tərəfi əgər 2 dəfə balacadırsa, mütənasiblik əmsalına görə sahəsi 4 dəfə balaca olacaq. Onda bunu buradan yazıram, aşağıdan yazıram. Yazıram A, B, C bölək 32 vuraq S bölək 4-ə. Bunlar da ixtisar edəndə qalır A, B, C bölək 8S-ə. Bu belə. Deməli, balaca çevrənin radiusunu ABC bölək 4S yazıram. Bəs böyük çevrənin radiusunu necə çəkirəm? Necə hesablayıram? Böyük çevrə isə böyük üçbucağın xaricinə çəkilibdir. Böyük üçbucağın xaricinə çəkilib eyni düsturu, yəni xaricə çəkilmiş çevrənin radiusu R bərabərdir ABC bölək 4S düsturudur. Bu da bundan hesablanır. Deməli, uşaqlar, böyük R-in balaca R-ə nisbəti. Bunu balaca R-lə yazaq da fərqləndirmək üçün. Böyük R-in balaca R-ə nisbəti, yəni ABC bölək 4S-i bölsəm ABC bölək 8-isə o da bərabərdir 2 olacaq. Bizdən də elə onu soruşurdu ki, xaricinə çəkilmiş böyük çevrənin radiusu balaca çevrənin radiusundan 2 dəfə kiçikdir. Teoremdə isbat olundu.